Bağışlar keçib, ağır maşınlar, şaqmanlar keçib, basıb çökərti verib. Yox, bu işlər burada görüləndə avtomobil düşməzdən əvvəl maneələr vardı burada. Hə? Dəqiq var idi, dəqiq. Yox, şəkildə görünür maneə yoxdur orada. Bakıda avtomobil çuxura düşüb, hadisə paytaxtın Binəqədi rayonu Mirzəli küçəsində 9-cu mikrorayon ərazisində qeydə alınıb. Qeyd edim ki, ərazidə Azərqaz İstehsalat Birliyi tərəfindən qazıntı işləri aparılıb və hadisənin baş verdiyi vaxtın kadrlarında da görünür ki, həmin vaxt burada bu maneələr olmayıb və avtomobil çuxura düşüb. Biz istəyirik ki, düzəlsin, düzəltsinlər. Bizə yolun rahatçılığı bizə tam yaxşı olardı Allahın izniyle. Yəni belə işlər maksimum daha tez görülməlidir. Bəli, daha tez görülməlidir. Düzəlsin. Biz də istəyirik ki, yollarımız abadlaşsın, düzəlsin, bizə rahat olsun, profka azalsın. Belə yollar profka yaradır tada, sıxlıq yaradır. Sizcə belə vəziyyət təhlükədirmi sürücülər üçün? Sürücülər üçün quyu tutsa, əlbəttə. Ancaq bu dünəndən belə olub. Dünəndən bəri işləyirlər üstündə, cəldələr yəqin ki, inşallah. Keçə bilərəm, gör təkər düşmür ora, bir dənə bax gör. Ehtiyatlı olun, biraz təhlükəlidir. Gözlə, orada maneə var. Avtobusa kömək etməyə çalışırıq, ərazidən keçsin. Hə, yavaş-yavaş keçməyə çalışın. Avtobuslar da ərazidən ehtiyatla keçməyə çalışırlar ki, çuxura düşməsinlər. Gözlə. Gözlə. Bu vəziyyət ərazidə belədir. Burada təbii ki, aidiyyatı qurumlar tərəfindən yol hərəkəti qaydalarının, təhlükəsizlik qaydalarının pozulması özünü açıq şəkildə göstərir. Bu o deməkdir ki, ərazidə zərər çəkən vətəndaş tam haqlı olaraq məhkəməyə müraciət edib, ona dəymiş zərəri elə Azərqazdan tələb edə bilər. Çünki bu bizim qanunvericiliklə icazə verilən bir haldır. Qurumun məsuliyyətsiz davranışı nəticəsində vətəndaşa hər hansı bir zərər dəyirsə, qanun qarşısında da məsuliyyət daşıyan həmin qurumdur. Təəssüflə bunu qeyd edirəm. Bir neçə qurum var ki, bax yollarda belə qazıntı işləri aparırlar. Təhlükəsizlik tədbirləri görmürlər. Hər hansı bir hadisə baş verəndən sonra gətirib əraziyə nişan qoyurlar. Güya ki, nəsə fərqli bir iş görüblər. Amma mən düşünürəm ki, vətəndaşlar belə halda kütləvi şəkildə məhkəmələrə müraciət edib, dəymiş zərərə görə onları cərimələtdirsələr, onlar da yəqin ki, abırlarına qısılıb işlərini düzgün qurarlar. Amma həqiqətən çox təəssüflə deyirəm ki, yol hərəkət təhlükəsizliyinə bunlar dırnaqarası baxırlar, ciddi yanaşmırlar. Başa düşmürlər ki, burada insan həyatından söhbət gedir. Mövcud vəziyyətlə bağlı Azərqaz İstehsalat Birliyinə müraciət etdik. Videodan da göründüyü kimi Azərqaz İstehsalat Birliyi əməkdaşları deməli işlərini bitirdikdən sonra gecə saatlarında həmin o qazılmış yerlərin doldurulması işlərini tamamlayıblar. Bu baxımdan baş verən hadisənin Azərqazla bağlı bir ilgisi yoxdur. Sözgedən yolda aparılan qazıntı işləri ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən də münasibət öyrəndik. Qurumdan Azərqaz İstehsalat Birliyinin yarımçıq işinə münasibət belə oldu. Ərazidə hansısa qəza baş verə bilər, istiq qaz olsun, su olsun, nə ilənsə bağlı. Onlar icazə alıb orada qazıntı işləri aparılır. Amma qazıntı işlərinin aparılması demək deyil ki, su bağları getdi. Orada təhlükəsizlik tədbirləri görülməlidir. Qazıntı işləri ilə əlaqədar olaraq o yol bərpa olunana qədər. Çünki qazıb, onlar da təhlükəsizlik tədbirləri görülməlidir.